bir nəfər alim deyirdi ki, dedi ki, mən ziyarətə gəlirəm, həcc ziyarətinə, mənə tövsiyə eləyərdiniz. Bir dənə söz dedi ki, Allahı bir dənə deyəcəm, belə düşünərsən. Dedi, necə? Dedi, əlində 5000 pul var, ticarət qurmaq istəyirsən, amma qorxursan. Qorxursan ki, bitirərəm də, neyim var budur da, milyonum yoxdur ki, 5000 itirim. Amma bir anda bir nəfər milyarderi gəlir, deyir ki, işə başla, mən varam. Necə işə başlayırsan? Rahat. 5 bitsə də onsuz da var da. İnsan deyir, gətirək mövzunu burada, yəni insanla gətirək Allahla bu cürünə baxaq məsələyə ki, Allaha etimad. Ya, mən bu mənada təbliğat aparmıram, siz məni tanıyırsınız da, yəni iş görmə, Allaha güvən, ondan söhbət getmir. Hətta bir verilişlərin birində də bu sözü işlətdim, burada yeri düşdü. Bəzən uşaqlarımız, övladlarımız stoldan özünü atır bizə üstümüzədir. O qədər arxayındır ki, tutacaq. Yəni, demir də tutmayacaqlar da, buraxır özləyir, mən istəməmişim, səni tutacağım. Amma bilir ki, o qədər sevgi var, məhəbbət var, biz bu tutacaq. Çox arxayınlaşıb da. İnsan Allahla ünsiyyəti də öz boyuna düşdüyü öhdəlikləri icra etməklə yanaşı. Bunu özüm altından xətt çəkirəm ki, istifadə olunmasın. Allaha bu cürünə güvən, iman insanı təklikdən çıxardır həmişə.